Allah'ın gönderdiği bərəkəti görmürlər. Ataları vəfat edincə övladları xəsizliyə qapıldılar. Öşür verməmək üçün hasat zamanı, yəni məhsul toplama zamanı aralarında anlaşıb gizli-gizli bağçanın yolunu tutdular. Erkəndən gedək, yığaq, kasıblar gəlib çatana qədər biz qaydaq. Fəqət çatdıqları zaman oranı tanıya bilmədilər. Çünki gecə oraya bir qəzəb enmiş və hər şeyi kül etmişdi. Hətta yanlış gəldik, hər halda bizim bağımız burası deyil dedilər. Sonunda öşür və infaqdan qaçdıqları üçün Cenab-ı Haqqın hamısını yox etdiyini idrak etdilər. Çox peşman oldular, fəqət heç bir şeyi geri gətirə bilmədilər. Qələm surəsi 17-33-cü ayətdir. Yəni, Allah-u Teala cəzalandırdı ki, fağırın haqqını təcavüz eləmə. O fağırın haqqıdır, o yoxsulun haqqıdır. Öşür, zəkat yoxsulun, zənginin malındakı haqqıdır. Vermədiyin zaman sən elə bir ki, fağırın cibinə girib pulunu almışsın deməkdir. Ona görə fağırın haqqını vermək lazımdır. Bərəkət paylaşdıqca artar. Bərəkət paylaşdıqca artar. Allah-u Teala peyğəmbərlərdən birinə belə vəhy etdi. Mən filan qulun ömrünün yarısını fağırlıq ilə, yarısını da zənginlik ilə keçirməsinə hökm etdim. Hansını əvvəl istərsə onu verəcəyəm. Özünə soruş, arzusunu bəyan etsin. O peyğəmbər məzkur adamı, yəni o zikr olunan adamı çağırdı və gələn vəhyi xəbər verdi. Çağırır ki, Elman qardaş, Allah-u Teala sənin ömrünü iki hissəyə ayırırdı. Yəni, səni zənginlik verəcək. Ömrü əvvəlində mi istəyirsən, yoxsa sonunda mı istəyirsən? O da deyir ki, ailəmlə istişarə etdikdən sonra, məsləhətləşdikdən sonra bir cavab verərəm, dedi. Belə də olması lazım. Ailə ilə məsləhətləşmək lazım. Ailə ilə məsləhətləşmək lazım. Niyəsini görəcəksiniz. Xanımı zənginliyin əvvəl olmasını tərcih et, dedi. Varlığın əvvəl gəlməsini tərcih et. Adam, zənginlikdən sonra fağırlıq çox çətindir. Fağırlıqdan sonra zənginlik isə çox şirindir. Yaşlıqda faqr-ı zərurətə, yəni ehtiyaca səbr etmək daha çətin olur, dedi. Qadın bu xüsusda məni dinlə, dedi. Adam o peyğəmbərə gedib, zənginliyin əvvəl olmasını tərcih edirəm, dedi. Allah ona bütün zənginlik qapılarını açdı. Xanımı dedi ki, əgər bu neymətin ömrünün sonuna qədər davamını istəyirsənsə, Allahın qullarına qarşı cömərd ol. Özünə bir əlbisə aldığın zaman bir fağıra, yoxsula da əlbisə al. Onlar daima kifayət miqdarını işlədib gerisini infaq etdilər. Bunun üzərinə Allah o peyğəmbərə vəhy etdi. Mən o qulumun ömrünün yarısını zənginlik ilə, yarısını da faqru ilə, yəni kasıblıq ilə keçirməsini təqdir etmişdim. Fəqət gördüm ki, o qulum bütün neymətlərimə şükür etdi. Şükür isə neymətin ziyadəsini, artığını, davamını vacib qılar. Ömrünün geri qalan qismini də zənginliklə keçirməsini təqdir etdiyimi özünə müjdələ. Allah Teala nə deyir? Ləin şəkərtum ləəzidənnəküm. Əgər şükürləyərsinizsə neymətimi artırırım, deyir. Bu Allahın dəyişməz qanunudur. Əgər neymətin davamını istəyirsənsə şükürləyəcəksən. Şükürləmək də verməkdir. Elminin başında qalmağını, artmağını istəyirsənsə, öyrəndiyi insanlarla paylaş. O zaman şükür olmuş olur. Yəni, neymət nədir? Şükür nədir? Ondan məhrum olan kimsə ilə səndəki neyməti paylaşmaq. Cibindəki pulsa, onun şükrü vermək. Beynindəki bilgi isə onun şükrünü vermək. Canın cüssən, qüvvətinsə, onu da bir yoxsul, onu da bir zəiflə paylaşmaq yəni. Ehtiyac anında avtobusa yükünü qaldıra bilməyən nənənin sumkasını qaldırmaq. Arxını qaza bilməyən qonşuya kömək eləmək, arxını qazmaq. Hər il arx qaza bilmir, yaşdaşıb və yaxud da ayağı sınıb arx qazlası vaxtda arxını qaza bilmir. Narahat olma, mən qazım sənə arxa. Yəni, kənd həyatında. Uşaq yolda gedərkən özünə doğru bir köpək havlasa, ürsə, dərhal anasının əlinə yapışır. Onu qoruyacaq və himayə edəcək kişiyə sığınır. Başqa zaman əlindən tutmaq istəməsə də təhlükə anında dərhal anaya sığınır. Qulun da əbədiyyət yolculuğundakı min bir təhlükəyə qarşı Cenab-ı Haqqa təslimiyyəti olmalıdır. İslam təslimiyyət kökündən gəlir.
İslam təslimiyyətə kəmal bulur. İslam təslimiyyətlə kəmal bulur. Çünki Cenab-ı Hak buyurur, Fəfirru ilallah, Allaha yürün. Yəni, Allaha qaçın. Allaha doğru gəlin. Qardaşlıq məsuliyyəti. Cabir bin Abdullah radiyallahu anh anladı. Bir gün erkən vaxtlarda Resulullah sallallahu aleyhi ve sellem huzurunda idik. O əsnada Mudar qəbiləsindən pərişan bir topluluq oraya gəldi. Gələnlərin üzərində kaplan dərisinə, şir, bəbir dərisinə bənzəyən alaca cizgili, bəsit bir əba vardı. Bu əbanı deşərək başlarından keçirmişdilər. Fəqət yoxsulluqdan haradaysa çılpaq vəziyyətdə idilər. Onları bu dərəcə kasıb görüncə Allah Rəsulunun üzünün rəngi dəyişdi. Dərhal evə getdi, sonra da çıxıb Həzrəti Bilala əzan oxumasını əmr etdi. O da oxudu. Sonra Bilal qamət gətirdi və Əfəndimiz sallallahu aleyhi ve sellem namaz qıldırdı. Arxasında bir xütbə söyləyərək bu ayət-i kəriməni oxudu. Ey insanlar! Sizi bir tək nəfisdən yaradan, ondan zövcəsini var edən və ikisindən bir çox qadın və kişi meydana gətirən Rəbbinizə hörmətsizlikdən çəkinin. Şübhəsiz ki, Allah hamınızı görüb gözətməkdədir. Nisa suresi 1-ci ayət. Yəni, bütün insanların qardaş olduğunu xatırlatdı. Sonra da bu ayət-i kəriməni oxudu. Ey iman edənlər, Allahdan qorxun, hər kəs sabah üçün nə hazırladığına baxsın. Haşr suresi 18-ci ayət. Daha sonra hər bir fərd qızılından, gümüşündən, paltarından, bir ölçək belə olsa buğdasından, xurmasından sədəqə versin. Hətta yarım xurma belə olsa sədəqə versin buyurdu. Resulullah sallallahu aleyhi ve sellem'in üzünün saralması əshaba o qədər təsir etdi ki, Ənsardan bir adam ağırlığından dolayı haradaysa qaldıra bilməkdən aciz qaldığı, hətta qaldıra bilmədiyi bir torbanı gətirdi. Yəni, ərzaqla dolu. Əhali bir-birini arxasına sökün etdi. Yəni, bir-birinin arxasına gəldilər. Sədəqə vermək üçün sıraya girmişdi. Sonunda yiyəcək və giyəcəkdən iki yığın, iki təpəcik meydana gəldiyini gördüm. Baxdım ki, Resul-i Əkrəm sallallahu aleyhi ve sellemin Əfəndimizin üzü gülür. Sanki qızıl kimi parlayırdı. Rəvah Müslim. Bizlər də Resulullah sallallahu aleyhi ve sellem Əfəndimizin mübarək üzünü təbəssüm etdirmək üçün qardaşlıq şuuru ilə daima imkanlarımızı ümmət-i Muhammedin muzdərifləri ilə paylaşmalıyıq. Allah-u Teala söhbətimizi qəbul eləsin. Rizasına uyğun əməllər nəsib eləsin. Oxuduğumuzun və eşitdiyimizin təsirini üzərimizdə xalq eləsin. Lillahi Teala Fatiha.